Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun. İnşallah bugün DİM test toplusundan Tunc və Dəmir dövrünün test izahını verəcəm. Başlayaq testdən. Birinci suala baxırıq. Qazax rayonundakı Babadərviş və Naxçıvanda Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir. Bunlar erkən Tunc dövrünün ibadət evləridir. Yadda saxlayırsınız. Qazaxda Babadərviş, Naxçıvanda 1-ci Kültəpə, bir də Xaçmazda Sərkərtəpə. Erkən Tunc dövrünün ibadət evləridir. Doğru cavab D variantı. Bu suallar xəritə formasında qəbula da düşür. Yəni çox önəmli sualdır. Mövzu izahında da xəritə üzərindən hamısını izah etmişəm bu tip sualları. Mövzu izahını dinləyib oradan rahat bir şəkildə öyrənə bilərsiniz. İkinci suala baxaq. Azərbaycanda köçmə yaylaq maldarlığı yaranmışdır. D variantı. Əkinçi maldarlıqdan ayrıldıqdan sonra. Deməli, erkən Tunc dövrünə 1-ci istimaməş bölgüsü baş verir. Yəni, əkinçi maldarlıqdan ayrılır. Əkinçi oturaq həyat tərzi keçirir. Maldarlar artıq öz mal-qarasını yay aylarında dağlıq ərazilərə, yəni yaylaqlara qaldırırlar. Qışda isə düzən ərazilərə endirirlər və belə maldarlıq növünə deyilir köçmə yaylaq maldarlığı. Yəni, əkinçiliyin maldarlıqdan ayrılması nəticəsində yaranır. Doğru cavab D variantı. 3-ə baxaq. 1-ci istimaməş bölgüsü adlanır. Deməli, 1-ci istimaməş bölgüsü erkən Tunc dövründə yaranıbdır və əkinçilik maldarlıqdan ayrılır. 2-ci istimaməş bölgüsü Orta Tuncda yaranıbdır, sənətkarlıq müstəqil sahəyə çevrilir. 3-cü istimaməş bölgüsündə isə sənətkar tacir qrupları sənətkarlardan ayrılır. Sənətkarlar içərisində sənətkar tacir qrupları ayrılır. Yəni, tacirlər qrupu yaranır. Üçüncü istimaməş bölgüsü. Deməli, 1-ci istimaməş bölgüsü nə oldu? Əkinçi maldarlıqdan ayrılması. 4-də isə 2-ci istimaməş bölgüsündür. Bu da C variantı. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması. Yəni, sənətkarlıq müstəqil sahəyə çevrilir. Beşə baxaq. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövründə əhali oturaq həyata keçməyə başlamışdır. Neolit. Tunc emalının başlanğıcı qoyulmuşdur. Erkən Tunc. Sənətkarlardan tacirlər qrupu ayrılmışdır. Bəli, dedik ki, 3-cü istimaməş bölgüsüdür. Son Tunc dövründə yarandı. İnsanlar ulu icma halında yaşanmışdır. Alt və orta paleolit. Qəbilə icması yaranmışdır. Üst paleolit. Doğru cavab C variantı. 6-ya baxaq. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövründə əhali oturaq həyata keçmişdir. Neolit. Metal emalının başlanğıcı qoyulmuşdur. Eneolit. Ata sitayiş ayını meydana gəlmişdir. Son Tunc. İnsanlar saxsı qabların istehsalına başlamışdır. Neolit. Sənətkarlıq müstəqil təsərrüfat sahəsinə çevrilmişdir. 2-ci istimaməş bölgüsü Orta Tunc. Deməli, Son Tunc, Erkən Dəmir dövrü doğru cavab C variantı. 7-yə baxaq. Erkən Tunc dövrünə aiddir. Siklopik tikililərin inşa edilməsi Son Tunc. Metaldan alətlərin hazırlanmağa başlanması Eneolit, əhalinin oturaq həyata keçməyə başlaması Neolit, Qazax rayonunda Babadərviş qədim yaşayış məskənində ibadət evi dedik ki, Erkən Tunc. Qəbilə icmasının yaranması Üst paleolit. Deməli, Erkən Tunc dövrünə aiddir D variantı. 8-ə baxaq. Erkən Tunc dövrünə aiddir. Şumlama zamanı qoşqa heyvanlarından istifadə edilməsi. Bəli, bu Erkən Tunc dövrünə aiddir. Doğru cavab A variantı. İri tayfa ittifaqının yaranması. Tayfa yarandı Erkən Tuncda, tayfa ittifaqı yarandı Orta Tuncda. Əhalinin oturaq həyata keçməyə başlaması Neolit, ayaqla hərəkətə gətirilən duluq çarxlarından istifadə edilməsi Son Tunc, boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc. 9-a baxaq. Tunc dövrünə aiddir. Ana xaqanlığının əsas yer tutması. Xeyr, Tunc dövründə ana yox, ata xaqanlığı idi. Saxsı qabların hazırlanmağa başlanması Neolit, metaldan əmək alətlərinin hazırlanmağa başlanması Eneolit, ölülərin evlərin içərisinə dəfn edilməyə başlanması Eneolit, ticarətin yaranması Orta Tunc. Tunc dövrünə aiddir Y variantı. 10-a baxaq. Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr Orta Tunc dövrü. 11-ə baxaq. Azərbaycanda tacirlər qrupunun yarandığı dövr dedik ki, 3-cü istimaməş bölgüsü Son Tunc dövrü. 12-yə baxaq. Kür Araz mədəniyyəti üçün səciyyəvi idi.
Çuaraz mədəniyyəti yaranır Erkən Tunc dövründə. Yəni Erkən Tunca aid olan xüsusiyyəti götürməliyik. Əkinçiliyin maldarlıqdan ayrılması Erkən Tunc doğru cavab A variantıdır. Tacirlərin sənətkarlardan ayrılması Son Tunc, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən duluq çarxından istifadə edilməsi Son Tunc, ilk dəfə dəmirdən alətlər düzəldilməsi Son Tunc, Erkən Dəmir dövrü, toxu əkinçiliyinin yaranması Neolit. 13-ə baxaq. Qədim Azərbaycan tayfalarının Assuriya ilə əlaqə saxladığını sübut edir. Bunu sübut edən iki tapıntı var idi. Birinci, Azərbaycanda tapılan Assur istehsalı olan şirli cilqablar, sonra silahlar, bəzək əşyaları, möhür. İkinci tapıntı isə Xozalda tapılan muncuq idi. Bu tapıntılar Azərbaycanın Assuriya ilə ticarət əlaqələrini sübut edirdi. Doğru cavab B variantı. Xocalda tapılmış, üzərinə mixi yazı ilə yazılmış muncuq. 14-ə baxaq. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqələri saxladığını sübut edir. Bu, Qobustan qayalarında əks olunmuş gəmi təsvirləri idi. 15-ə baxaq. Uyğunluq gözlənilmişdir. Yığıcılıq istehsal təsərrüfatı. Yanlışdır. Yığıcılıq istehlak təsərrüfatı olmalı idi. Yadda saxlayırsınız. İstehlak təsərrüfatı, yəni mənimsəmə təsərrüfatına daxildir. Yığıcılıq və ovçuluq istehsal təsərrüfatına daxildir. Əkinçilik, maldarlıq, sənətkarlıq. A yanlışdır. Kür-Araz mədəniyyəti Erkən Tuncdur, siklopik tikililərdə Son Tunc. Burada da uyğunluq pozulub. Kür-Araz mədəniyyəti Erkən Tunc, şumlama zamanı qoşqu heyvanlarından istifadə olunması Erkən Tunc. Bu doğrudur. Uyğunluq gözlənilir. Boyalı qablar mədəniyyəti Orta Tunc, amma yazıb Erkən Tunc. Yanlışdır. Əkinçilik istehlak təsərrüfatı. Dedik ki, əkinçilik istehlak yox, istehsal təsərrüfatıdır. Yanlışdır. Doğru cavab C variantı. 16-ya baxaq. Azərbaycanda eneolit dövründən fərqli olaraq Tunc dövründə. Yəni eneolitə aid olmasın, yalnız Tunc dövrünə aid olsun. Köçmə yaylaq maldarlığı meydana gəlmişdir. Bəli, eneolit dövründə belə bir şey yox idi. İlk dəfə yaranır Erkən Tunc dövründə. Doğru cavab A variantı. İnsanlar ilk dəfə metalla tanış olmuşdu. Eneolit. İnsanlar kollektiv halda yaşayırdılar. Bu hər ikisinə aiddir, oxşar xüsusiyyətdir. Çünki eneolit dövründə kollektiv yaşayış qəbilə var idi, Tunc dövründə də tayfa. Hər ikisinə də aiddir. Heyvanların əhilləşdirilməsinə başlanmışdı mezolit. Qadın cəmiyyətdə üstün mövqeyini qoruyub saxlamışdı eneolit. Tunca aid deyil, çünki Tunc dövründə kişinin mövqeyi öndə gedirdi. Doğru cavab A variantı. 17-yə baxaq. Aşağıdakılar Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Toxu əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması Erkən Tunc, köçmə yaylaq maldarlığının meydana gəlməsi Erkən Tunc, əhalinin dağlı və dağətəyi zonlarda məskən salması Erkən Tunc. Doğru cavab D variantı. 18-ə baxaq. Orta Tunc dövründə insanlar ulu icma halında yaşayırdılar. Alt və orta paleolit, dəri işləmə meydana gəlmişdir. Neolit, əhali oturaq həyata keçməyə başlamışdır. Neolit, duluqçuluqda müxtəlif rəngli boyalardan istifadə edilmişdir. Bu, boyalı qablar mədəniyyətidir, Orta Tunc. Doğru cavab D variantı. Ata xaqanlığı yaranmışdır, Erkən Tunc. 19-a baxaq. Orta Tunc dövründə insanlar saxsı qabların istehsalına başlamışdır. Neolit, tayfa başçıları ilahiləşdirilmişdir. Son Tunc, əhali oturaq həyata keçməyə başlamışdır. Neolit, sənətkarlıq digər sahələrdən ayrılmışdır. Bəli, ikinci ictimai əmək bölgüsü Orta Tunc. Qəbilə icması yaranmışdır, üst paleolit. Doğru cavab D variantı. 20-yə baxaq. Orta Tunc dövründə əhali oturaq həyata keçməyə başlamışdır. Neolit, hərbi iş geniş yayılmışdır. Son Tunc, Erkən Dəmir, üzümçülük yaranmışdır. Yadda saxlayırsınız. Bağçılıq, bostançılıq, üzümçülük, bir də şərabçılıq. Bunlar hamısı yaranıbdır Orta Tunc dövründə. Xış əkinçiliyi meydana gəlmişdir. Erkən Tunc, qəbilə icması yaranmışdır. Üst paleolit. Doğru cavab Orta Tunca aid olan C variantı. 21-ə baxaq. Kür-Araz mədəniyyəti üçün səciyyəvidir.
yəni erkən tunca aid olan götürməliyik. Şərabçılığın yaranması, dedik ki, orta tunc. Sənətkarlığın digər istehsal sahələrindən ayrılması, orta tunc. Duluzçuluqda rəngli boyalardan istifadə edilməsi, yəni boyalı qablar mədəniyyəti, orta tunc. Siklopik tikililərin inşa edilməsi, son tunc. Köçmə yaylaq maldarlığının meydana gəlməsi, erkən tunc. Doğru cavab E variantı. 22-yə baxaq. Küaraz mədəniyyəti üçün səciyyəvi idi. Yenə erkən tunca aid olan götürməliyik. Ovçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi, paleolit dövrü. Erkən tuncda əsas məşğuliyyət əkinçilik, maldarlıq, bir də sənətkarlıq idi. Əhalinin dağlı və dağətəyi zonlarda məskən salması, erkən tunc. Doğru cavab B-dir. İnsanların daş alətləri cilalamağı və deşməyi öyrənməsi, neolit. İlkin əkinçi vərdişlərinin yaranması, mezolit. Ulu icmanın qəbilə icması ilə əvəz olunması, üst paleolit. %23-ə baxaq. Ataxaqanlığın mövcudluğu dövrünə aid deyil. Deməli, Ataxaqanlığı yarandı erkən tunc dövründə və sonrakı dövrlərdə də davam edir. Yəni, Ataxaqanlığı deyəndə tunc dövrünə aid olanları götürməliyik. Təsərrüfatda kişilərin rolunun artması, erkən tunc, yəni Ataxaqanlığının yaranmasıdır. Bu aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, orta tunc Ataxaqanlığına aiddir. Sosial və əmlak bərabərsizliyin mövcud olması, tunc dövrü aiddir. Böyük tayfa və tayfa birləşmələrinin meydana gəlməsi. Tayfa yaranır erkən tuncda, tayfa birləşmələri orta tuncda. Bu da Ataxaqanlığına aiddir. Metaldan ilk dəfə istifadə olunması eneolit. Bu Anaxaqanlığına aiddir. Ataxaqanlığına aid deyil. Doğru cavab E variantı. 24-ə baxaq. Daha sonra baş vermişdir. İnsanların dağlıq və dağətəyi zonalarda məskunlaşmağa başlamaları, erkən tunc. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması, mezolit. İnsanların toxuculuqla məşğul olmağa başlaması, neolit. Nəsli icmanın yaranması. Nəsli icma, yəni qəbilə icmasıdır. Nəsil nədir? Qan qohumu olan insanlara deyirlər nəsil. Qan qohumu olan insanların birliyinə də qəbilə dedik. Yəni, nəsli icma ilə qəbilə icması eyni anlayışdır. Nəsli icmanın yaranması, üst paleolit. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, orta tunc. Deməli, daha sonra baş vermişdi Y variantı, orta tunc. 25-ə baxaq. Daha sonra baş vermişdir. İlkin şəhər mərkəzlərinin yaranması, orta tunc. İstehsal təsərrüfatının meydana gəlməsi, neolit. Mikrolit alətlərdən istifadə olunmağa başlanması, mezolit. Neandertal adamın meydana gəlməsi, orta paleolit. Rabitəli nitqin yaranması, üst paleolit. Daha sonra baş verib orta tunc, A variantı. 26-ya baxaq. Azərbaycanda Anaxaqanlığının mövcudluğu dövründən fərqli olaraq Ataxaqanlığı dövründə. Yəni, Anaxaqanlığına aid olmasın, Ataxaqanlığına aid olsun. Metaldan əmək alətləri hazırlanırdı. Bu hər ikisinə aiddir. Yəni, oxşar xüsusiyyətdir. Çünki Anaxaqanlığında metal, mis var idi, Ataxaqanlığında da tunc. Çıxırıq. Siklopik tikillər inşa edilirdi. Siklopik tikillər son tuncda inşa edilibdir və bu yalnız Ataxaqanlığına aiddir. Anaxaqanlığında belə bir şey yox idi. Doğru cavab B variantı. Əhali əkinçiliklə məşğul olurdu. Əkinçilik yarandı mezolitdə və sonrakı dövrlərdə də məşğuliyyət davam edir. Yəni, bu həm Anaxaqanlığına, həm də Ataxaqanlığına aiddir. Axirət dünyasında inam mövcud idi. Orta paleolitdə yaranır inam, sonrakı dövrlərdə də davam edir. Deməli, hər ikisinə aiddir. Əhali toxuculuqla məşğul olurdu. Toxuculuq neolitdə yaranır, sonrakı dövrlərdə də davam edir. Deməli, hər ikisinə aiddir. Doğru cavab B variantı. 27-yə baxaq. Uyğunluq gözlənilmişdir. Mənimsəmə təsərrüfatını istehsal təsərrüfatı əvəz etmişdir. Orta paleolit yox, neolit. Uyğunluq pozulub. Anaxaqanlığını Ataxaqanlığı əvəz etmişdir, erkən tunc. Uyğunluq gözlənilmişdir. Mis emalına başlanmışdır, eneolit, neolit yanlışdır. Kür-Araz mədəniyyəti kimi tanınır, erkən tunc dövrü. Eneolit yanlışdır. Əhali oturaq həyata keçmişdir, neolit, üst paleolit yanlışdır. Doğru cavab B variantı. 28-ə baxaq. Uyğunluğu müəyyən edin. Erkən tunc dövrü. Qəbilənin meydana gəlməsi. Qəbilə yaranır üst paleolitdə. Bu yanlışdır. Erkən tuncda tayfa yaranır. Ataxaqanlığının yaranması, bəli, erkən tuncda. Xış əkinçiliyinin mövcud olması, bəli, erkən tuncda xış yaranır. Orta tunc. Bağçılığın yaranması.
Düzdür, Orta Tunsda dedik ki, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq yaranır. İri tayfa ittifaqlarının yaranması doğrudur. Siklopik tikililərin mövcud olması yanlışdır. Bu son Tunc dövrünə aiddir. Deməli, 1-ə BC, 2-yə AB. 1-ə BC, 2-yə AB D variantı. %29-a baxaq. Göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. Ərazidə qayalar üzərində Tunc dövrünə aid təsviri sənət nümunələri aşkar edilmişdir. Yadda saxlayırsınız. Tunc dövrünə aid qayaüstü təsvirlər bir Kəlbəcərdə var idi, bir də Qobustanda, bu ərazidə Qobustan, bir də Abşeronda. Bu üç ərazidə son Tunc, Erkən Dəmir dövrünə aid qayaüstü təsvirlər var idi. Və bu qayaüstü təsvirlər Azərbaycanda nəyə sübut edirdi? Həmin dövrdə piktoqrafik yazının olduğunu, yəni şəkli yazı. Bu yazının olduğunu sübut edir. Bu üç ərazi Kəlbəcər, Qobustan, bir də Abşeron. Və ikinci şərtdə deyir ki, qədim insan məskəni olan Zar mağarası burada yerləşir. Bu da Kəlbəcərdir. Doğru cavab 3, A variantı. 30-a baxaq. Erkən Tunc dövrünə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyinə tələbat artdı, qadının cəmiyyətdə mövqeyi zəiflədi və kişilərin nüfuzu artmağa başladı. Bu ata xaqanlığının yaranmasıdır. Y variantı. 31-ə baxaq. Eynən bayaqki sualdır. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi yaranır, kişi əməyinə tələbat artır, qadının mövqeyi zəifləyir. Dedik ki, bu ata xaqanlığının yaranması idi. Ata xaqanlığı yaranırsa, demək ki, ana xaqanlığı da sübut edir. A variantı. 32-yə baxaq. Sənətkarlığın, əkinçiliyi və maldarlığın inkişafı, mübadilənin inkişafı. Yadda saxlayırsınız, mübadilənin inkişafı ticarətin yaranmasına səbəb olur. Yəni, insanlar bir-biri ilə məhsul mübadiləsi eləyirlər. Məsələn, sənətkar öz məhsulunu əkinçiyə verir, əkinçi öz məhsulunu sənətkara verir və bu mübadilənin də nəticəsində ticarət yaranır. 33-ə baxaq. Güclü tayfaların zəif tayfaların var dövlətini mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi verilənlər səbəbidir. Bu, tayfa ittifaqının yaranmasına səbəb olur. Y variantı. Yəni, artıq zəif tayfa gedir güclü tayfanın himayəsinə sığınır və nəticədə tayfa ittifaqı yaranır. 34-ə baxaq. Azərbaycanda Erkən Tunc və Orta Tunc dövrlərinə aid ümumi cəhət. Ayaqla hərəkətə gətirilən dulu çarxından istifadə edilməsi. Son Tunc. Çıxırıq. Şəhər tipli ilkin yaşayış məskənlərinin yaranması. Orta Tunc. Yəni, Erkən Tuncda belə bir şey yox idi. Boyalı qablar mədəniyyətinin formalaşması. Orta Tunc. Süni suvarma sistemindən istifadə edilməsi. Bəli, süni suvarma yaranır Erkən Tunc dövründə və sonraki dövrlərdə də davam edir. Yəni, Orta Tuncda da var idi. Bu, Erkənlə Ortanın oxşarıdır. Ata sitayiş edilməsi son Tunc. Doğru cavab D variantı. 35-ə baxaq. Ata xaqanlığı dövrünə aid deyil. Ata xaqanlığı deyəndə Tunc dövrünü götürürük. Aid deyil deyirsə, yəni Tunc dövrünə aid olmayan xüsusiyyəti seçməliyik. Düzən ərazidə yaşayan əhalinin dağlıq zonalarda məskən salması. Bu, Erkən Tunc dövrünə aiddir. Yəni, köçmə yaylaq maldarlığından söhbət gedir. Kollektiv dəfn etmə adətinin meydana gəlməsi. Kollektiv dəfn etmə adəti Erkən Tuncda yaranır. Köçmə yaylaq maldarlığının meydana gəlməsi. Erkən Tunc. Toxu əkinçiliyinin yaranması Neolit. Bəli, bu ata xaqanlığına aid deyil, ana xaqanlığına aiddir. Tayfaların meydana gəlməsi Erkən Tunc. Doğru cavab D variantı. 36-ya baxaq. Ata xaqanlığı dövrünə aid deyil, yəni Tunc dövrünə aid olmayan götürməliyik. Düzən ərazidə yaşayan əhalinin dağlıq zonlarda məskən salması Erkən Tunc. Birinci ictimai əmək bölgüsünün baş verməsi Erkən Tunc. Ayaqla hərəkətə gətirilən dulu çarxından istifadə edilməyə başlanması son Tunc. Metaldan əmək alətlərinin hazırlanmasına başlanması Eneolit. Bəli, bu ata xaqanlığına aid deyil, ana xaqanlığına aiddir. Üzümçülük və şərabçılığın meydana gəlməsi Orta Tunc. Doğru cavab D variantı. 37-yə baxaq. Azərbaycanın eradan əvvəl 4-cü minilliyin ikinci yarısı, 3-cü minilliyin sonu tarixi üçün səciyyəvidir. Bu, Erkən Tunc dövrüdür. Toxu əkinçiliyinin yaranması Neolit. Qadınların qəbilədə və məişət həyatında mühüm rol oynamağa başlaması. Bu, yanlışdır. Erkən Tunc dövründə atanın rolu öndə idi. Əkinçilikdə qoşqa heyvanlarından istifadə olunmaz. Bəli, Erkən Tunc xışda istifadə olunur, xış əkinçiliyində. Doğru cavab C variantıdır. İlk dəfə heyvanların əhilləşdirilməsinə başlanması
mezolit, sənətkarlığın əkinçilikdən ayrılması orta tunc. Doğru cavab C variantı. 38-ə baxaq. Azərbaycanın eradan əvvəl 4-cü min, 2-ci yarısı 3-cü minin sonu. Dedik ki, erkən tunc dövrüdür. Tacirlər qrupun yaranması son tunc, qohum qəbilələrin tayfalarda birləşməsi erkən tunc, ilk dövlətin meydana gəlməsi son tunc erkən dəmir dövründə dövlət qurumları yaranır. Ata sitayişin meydana gəlməsi son tunc, ikinci istimaməş bölgüsünün baş verməsi orta tunc. Doğru cavab B variantı. 39-a baxaq. Azərbaycanda erkən tunc dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. 3-ü deyə bilərik. Bu rayon Xaçmaz rayonudur. Xaçmazda Sərkərtəpə. Sonra Qazax rayonunu qeyd edə bilərik. Qazaxda Baba Dərviş. Bir də əlavə olaraq qeyd edə bilərik Naxçıvanı. Bura Naxçıvandır, Naxçıvanda 1-ci Kültəpə. Bu qeyd etdiyimiz ərazilər erkən tunc dövrünün ibadət evləridir. Burada da doğru cavabımız 1 və 3-dür. 40-a baxaq. Azərbaycanda orta tunc dövrü üçün səciyyəvidir. Duluzçuluğun meydana çıxması neolit, ikinci istimaməş bölgüsünün baş verməsi orta tunc, bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələrinin yaranması orta tunc, köçmə yaylaq maldarlığının yaranması erkən tunc. Orta tunc dövrünə aiddir 2 və 3. 41-ə baxaq. Tunc dövrünə aiddir. Yeni təsərrüfat sahələrinin yaranması. Bəli, dedik ki, erkən tunc dövründə metal işləmə yarandı, orta tunc dövründə bağçılıq, bostançılıq yarandı. Bu tunc dövrünə aiddir. Ovçuluğun əsas peşəyə çevrilməsi mezolit aid deyil. Əmək məhsuldarlığının artması. Bəli, erkən tunc dövründə dedik ki, xış əkinçiliyi yarandı. Əvvəl məsələn tox əkinçiliyi idi, kiçik ərazilər şumluydular. Artıq alətlər təkmilləşdi, keçdilər xış əkinçiliyinə və geniş ərazilər şumlandı və əmək məhsuldarlığı artdı. 3də doğrudur, tunc dövrünə aiddir. Maldarlığın yeni sahəsi köçmə maldarlığın yaranması erkən tunc dövrünə aiddir, götürürük. İbtidai əkinçinin əsasının qoyulması mezolit aid deyil. Doğru cavab 1, 3, 4. 42-yə baxaq. Azərbaycanda erkən tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Saxsı qablar istehsalının başlanması neolit, kurqan tipli qəbirlərin meydana gəlməsi erkən tunc, əkinçi və maldarlığın bir-birindən ayrılması erkən tunc, ilk şəhər məskunlərinin yaranması orta tunc, daşların cilalanması üsulunun mənimsənilməsi neolit. Deməli, erkən tunc deyirsə, doğru cavab 2, 3. 43-ə baxaq. Azərbaycanda orta tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ataxaqanlığının yaranması erkən tunc, 3-cü istimaməş bölgüsünün baş verməsi son tunc, boyalı qablar mədəniyyətinin formalaşması orta tunc, ilkin şəhər məskənlərinin yaranması orta tunc, toxa əkinçiliyini xış əkinçiliyinin əvəz etməsi erkən tunc. Orta tunc deyirsə 3, 4. 44-ə baxaq. Tunc dövrünə aid səbəb nəticə əlaqələrini müəyyən edin. Kişi əməyinə tələbatın artması nəticəsində qadının cəmiyyətdə mövqeyinin zəifləməsi. Bəli, doğrudur. Erkən tunc dövründə xış əkinçiliyi, metal işləmə sənəti, yəni ağır iş şəraiti tələb edən sənətlər yaranır. Və nəticədə də kişi əməyinə tələbat artır. Artıq qadının əməyi arxa plana keçir. Yəni qadının mövqeyi artıq zəifləyir. Bu doğrudur. İkinci ictimai əmək bölgüsünün baş verməsi nəticəsində ticarətin müstəqil sahəyə çevrilməsi. Xeyr, burada ikinci ictimai əmək bölgüsü nəticəsində ticarət yox, sənətkarlıq müstəqil sahəyə çevrilir. Bu yanlışdır. Xış əkinçiliyinin yaranması nəticəsində toxa əkinçiliyinin daha da geniş yayılması. Xeyr, artıq erkən tunc dövründə xış yarananda toxa əkinçiliyi sona yetir. Qəbilələrin birləşməsi nəticəsində tayfaların meydana gəlməsi. Bəli, doğrudur. Dedik ki, bir neçə qohum qəbilə birləşir, tayfanı əmələ gətirir. Doğru cavab 1, 4. 45-ə baxaq. İbtidai icma quruluşuna aid səbəb nəticə əlaqələrini müəyyən edin. Birinci ictimai əmək bölgüsünün baş verməsi nəticəsində tacirlər qrupunun yaranması. Bu yanlışdır. Tacirlər qrupu birinci yox, üçüncü ictimai əmək bölgüsü nəticəsində yaranır. Kişilərin cəmiyyətdə nüfuzunun yüksəlməsi nəticəsində ata xaqanlığının meydana gəlməsi. Bəli, doğrudur. Kişi əməyi ön plana keçir.
artıq ata xaqanlığı yaranır. Bağçılıq və bostançılığın yaranması nəticəsində əkinçiliyin maldarlıqdan ayrılması. Bu yanlışdır. Bağçılıq, bostançılıq yaranır orta tunc dövründə, əkinçiliyin maldarlıqdan ayrılması erkən tunc dövründədir. Əmək alətlərinin təkmilləşməsi nəticəsində məhsuldarlığın artması. Bəli, doğrudur. Erkən tunc dövründə xış yaranır, artıq əmək aləti əvvəl toxa ilə az yer şumluyurdu, artıq əmək aləti təkmilləşdi, xış yarandı və geniş ərazilər şumlandı və məhsuldarlıq artdı. Bu doğrudur. Xış əkinçiliyinin yaranması nəticəsində ikinci istimai əmək bölgüsünün baş verməsi. İkinci yox, birinci istimai əmək bölgüsü baş verir. Doğru cavab 2-4. 46-ya baxaq. Eradan əvvəl 14-7-ci əsrlərdə Azərbaycan üçün səciyyəvi olan cəhət. Bu son tunc dövrüdür. Mezolit dövrü kimi xarakterizə edilməsi. Xeyr. Son tuncdu. Ox və kamanın ixtirası nəticəsində ovçuluğun əsas peşəyə çevrilməsi. Mezolit. Yanlışdır. Dəmirdən əmək alətlərinin hazırlanması. Bəli, son tunc erkən dəmir dövründə ilk metal dəmir yarandı. Süni suvarmanın mövcud olması. Bəli, süni suvarma yaranır erkən tuncda, sonraki dövrlərdə də davam edir. Yəni son tunc dövründə süni suvarma mövcud idi. Doğrudur. Siklopik tikililərin mövcud olması, bəli, son tuncda yaranır. Doğru cavab 3-4-5. (47-yə baxaq. Azərbaycanın eradan əvvəl 14-7-ci əsrləri. Dedik ki, son tunc dövrüdür. Bu dövr üçün səciyyəvi cəhətləri müəyyən edin. Duluçuluğun mühüm yer tutması. Bu doğrudur. Çünki son tunc dövründə dedik ki, duluçuluq inkişaf eləyir və hətta ayaqla hərəkətə gətirilən duluç çarxı yaranır. Heyvanların əhliləşdirilməsinə başlanması. Mezolit dövrü. Çıxırıq. Dəmirdən silahların hazırlanması. Bəli, son tunc erkən dəmir dövrü. Orta daş dövrü kimi xarakterizə edilməz. Xeyr, orta daş dövrü mezolitdir. Ön Asiya və Yaxın Şərq ölkələri ilə su yolları vasitəsilə ticarət əlaqələrinin yaradılması. Bəli, son tunc erkən dəmir dövrünə aiddir. 1-3-5. 48-ə baxaq. Azərbaycanda ana xaqanlığı və ata xaqanlığı dövrünə aid ümumi cəhətləri müəyyən edin. Hər ikisinə aid ümumi cəhət soruşur. Əhalinin duluçuluqla məşğul olması. Deməli, duluçuluq yaranır neolitdə, sonraki dövrlərdə də məşğuliyyət var idi. Deməli, hər ikisinə də aiddir. Şumlanma zamanı qoşqu heyvanlarından geniş istifadə edilməsi. Bu, erkən tuncda yaranır qoşqu heyvanları. Yəni, ana xaqanlığında belə bir şey yox idi. Bu, yalnız ata xaqanlığına aiddir. Çıxırıq. Əkinçilik və maldarlığın geniş yayılması. Bəli, hər ikisinə də aiddir. Əkinçilik, maldarlıq mezolitdə yaranır, neolitdə əsas məşğuliyyətə çevrilir. Yəni, həm ana xaqanlıq, həm də ata xaqanlığına aiddir. Əmlak və sosial bərabərsizliyin mövcud olması tunc dövrü. Bu, yalnız ata xaqanlığına aiddir. Süni suvarmadan istifadə edilməsi. Süni suvarma yaranır erkən tunc dövründə. Yalnız ata xaqanlığına aiddir. Doğru cavab 1-3. 49-a baxaq. Azərbaycanın erkən və orta tunc dövrlərinə aid ümumi cəhət. İstimai əmək bölgüsünün baş verməsi. Bəli, bu ümumi cəhətdir. Çünki erkən tunc dövrünə birinci, orta tuncda da ikinci istimai əmək bölgüsü baş verir. Şəhər tipli yaşayış məskənlərinin yaranması orta tunc dövrünə aiddir. Erkəndə belə bir şey yox idi. Metaldan əmək alətlərinin hazırlanması. Bəli, hər ikisində də tuncdan hazırlanırdı. Siklopik qalalar adlanan müdafiə tikililərinin inşa edilməsi. Bu, son tunc dövrünə aiddir. Heç birinə də aid deyil. Təsərrüfat və məişətdə daş alətlərin üstün yer tutması. Heç birinə də aid deyil. Dedik ki, əmək alətləri tuncdan hazırlanır. Bu, xüsusiyyət daş dövrünə aiddir. 50-yə baxaq. Azərbaycanda ana xaqanlığın mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə. Yəni, ana xaqanlığına aid olmasın, ata xaqanlığına aid olsun. Yəni, tunc dövrünə aid olan xüsusiyyəti götürməliyik. Metaldan əmək alətləri hazırlanırdı. Eneolitdən başlayıb hazırlanır. Yəni, bu hər ikisinə aiddir. Əhali duluçuluqla məşğul olurdu. Duluçuluq yaranır neolitdə və sonra da davam edir. Hər ikisinə də aiddir. Üzümçülük, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri mövcud olmuşdu. Bu yaranır orta tunc dövründə. Yalnız ata xaqanlığına aiddir. Bu doğrudur. Əkinçilik maldarlıqdan ayrılmışdır. Erkən tunc dövründə yalnız ata xaqanlığına aiddir. Doğrudur. Toxuculuq mövcud olmuşdur. Toxuculuq yaranır neolitdə, sonraki dövrlərdə də davam edir. Deməli, bu hər ikisinə aiddir. Doğru cavab 3-4. 51-ə baxaq. Azərbaycanda ana xaqanlığın mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə. Dedik ki, tunca aid olanı götürməliyik. Metaldan əmək alətləri hazırlanmışdır. Hər ikisinə aiddir. Kurqan tipli qəbirlər meydana gəlmişdir. Bu, erkən tunc dövrünə aiddir, yəni yalnız ata xaqanlığına aiddir. Götürürük. Əkinçilik və maldarlıq mövcud olmuşdur. Bəli, hər ikisində də mövcud olmuşdur. Bu, ortaqdır.
kollektiv dəfn etmə adəti mövcud olmuşdur. Bu erkən Tunsda yaranır. Yalnız Ata xaqanlığına aiddir. Götürürük. Yalnız Ata xaqanlığı 2-4. 52-yə baxaq. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq erkən Tunsda. Yəni elə bir xüsusiyyət götürməliyik ki, erkən Tunca qədər olmasın, erkən Tunsda yaransın. İbtidai incəsənət yaranmışdır, alt paleolit. Yanlışdır. Şəhər tipli iri yaşayış məskənləri yaradılmışdır. Orta Tunc. Yanlışdır. Xüsusi ibadətgahlar tikilmişdir. Erkən Tunc. Toxu əkinçiliyini xış əkinçisi əvəz etmişdir. Erkən Tunc. Doğru cavab 3-4. 53-ə baxaq. İbtidai icma quruluşunun əvvəlki dövrlərindən fərqli olaraq Orta Tuncda. Şəhər tipli iri yaşayış məskənləri yaradılmışdır. Orta Tunc. Tayfalar böyük tayfa ittifaqlarında birləşmişdilər. Orta Tunc. Ata sitayiş meydana gəlmişdir. Son Tunc. Siklopik qallar inşa edilmişdir. Son Tunc. Orta Tunc deyirsə doğru cavab 1-2. 54-ə baxaq. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan əlamət. Ata xaqanlığı dedik ki, Tunc dövrünü götürür. Səciyyəvi olmayan deyirsə, yəni Tuncda baş verməyən hadisəni seçməliyik. Tunc alətlərdən istifadə edilmişdir. Bu Ata xaqanlığına aiddir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Mezolit, bəli, bu Ata xaqanlığına aid deyil. Səciyyəvi olmayan əlamətdir. İlk dəfə qan qohumuna əsaslanan insan birliyinin yaranması, yəni Qəblə icması, üst paleolit. Bəli, bu Ata xaqanlığına aid deyil, ana xaqanlığına aiddir. Əkinçilikdə qoşqu heyvanlarından istifadə edilməsi erkən Tunc, bu Ata xaqanlığına aiddir. Şərabçılığın meydana gəlməsi Orta Tunc, bu da aiddir. Aid olmayan doğru cavab 2-3. 55-ə baxaq. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Siklopik tikililərin yaranması Son Tunc, qədim insanların ilk dəfə oddan istifadə etməsi alt paleolit, dəri işləmənin yaranması Neolit, ox və kamanın ixtirası Mezolit. Deməli, ardıcıllığımız belə olacaq. 2, alt paleolit, sonra Mezolit 4, sonra Neolit 3, sonra Son Tunc dövrü 1. 2, 4, 3, 1. 56-ya baxaq. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığı. Əkinçilik vərdişlərinin yaranması Mezolit, əhalinin oturaq həyata keçməsi Neolit, ata sitayiş ayininin meydana gəlməsi Son Tunc, təsərrüfatda kişilərin rolunun artmağa başlaması erkən Tunc. Deməli, ardıcıllığımız Mezolit 1, Neolit 2, sonra erkən Tuncu veririk 4, sonra Son Tunc 3. 1, 2, 4, 3. 57-yə baxaq. Xronoloji ardıcıllıq. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması Orta Tunc, ev heyvanlarının əhliləşdirilməsinin başa çatması Eneolit, ata sitayiş ayininin meydana gəlməsi Son Tunc, saxsı qabların istehsalına başlanılması Neolit. Deməli, ardıcıllığımız birinci Neoliti veririk 4, sonra Eneolit 2, sonra Orta Tunc 1, sonra Son Tunc 3. 4, 2, 1, 3. 58-ə baxaq. Xronoloji ardıcıllıq. Ana xaqanlığının yaranması üst paleolit, ilkin şəhər mərkəzlərinin yaranması Orta Tunc, köçmə maldarlığının yaranması erkən Tunc. Deməli, xronoloji ardıcıllığımız 1 üst paleolit, sonra 3-ü verir erkən Tunc, sonra 2 Orta Tunc. 59-a baxaq. Xronoloji ardıcıllığı müəyyən edin. Sənətkarlar içərisindən tacirlər qrupunun yaranması Son Tunc, dini ayinlərin icrası üçün xüsusi ibadət evlərinin yaranması erkən Tunc, sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc, ev heyvanlarının demək olar hamısının əhliləşdirilməsinin başa çatması Eneolit. Demək, xronoloji ardıcıllığımız birinci Eneoliti veririk 4, sonra erkən Tunc 2, sonra Orta Tunc 3, sonra Son Tunc 1. 4, 2, 3, 1. 60-a baxaq. Uyğunluğu müəyyən edin. Erkən, orta, Son Tunc dövrü. Tacirlər qrupunun meydana gəlməsi Son Tunc, deməli, A bəndi 3-ə aiddir. İlkin şəhər mərkəzlərinin yaranması Orta Tunc, B bəndi 2-yə aiddir. Əhalinin oturaq həyata keçməsi Neolit, Neolit heç birində yoxdur. Ata xaqanlığının meydana gəlməsi erkən Tunc, D bəndi 1-ə aiddir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması Mezolit. Mezolit də heç birinə aid deyil. Deməli, 1-ə D, 2-yə B, 3-ə A. Test izahlarımız bu qədər. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.